Çox sağ olun, hörmətli sədr əziz həmkarlar, hörmətli hökumət üzvləri. Əgər son 5 ildə dövlət büdcəsini haqlı olaraq zəfər büdcəsi hesab edirdiksə, yeni geosiyasi şəraitdə əldə olunan böyük siyasi və diplomatik nailiyyətlər müstəqillik tariximizin ən böyük büdcə zərfi kimi Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinə sülh büdcəsi kimi yanaşmaq ümidi yaradır. Cənab İlham Əliyevin müzəffər liderliyində qazanılan hərbi siyasi zəfərin ardınca Azərbaycanın sülh təşəbbüsləri əsasında prosesdə müşahidə olunan irəliləyiş, xüsusən dövlət başçımızın qalib kimi müəyyən etdiyi şərtlər əsasında Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin paraflanması, İrəvanda reallıqların əhəmiyyətli dərəcədə qəbul edilməsi, son dövrlərə qədər sülh qarşısında əngəl kimi çıxış edən dövlətlərdən Amerika Birləşmiş Ştatları ilə münasibətlərin nizamlanması, Kopenhagendə Fransa prezidenti ilə görüşün ardınca ölkələr arasında anlaşılmazlığın aradan qalxması, artıq de facto təmin olunmuş sülhün 2026-cı ildə de jure bərqərar olunma ehtimalını gücləndirir. Bu mənada Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsini müzakirə edərkən ritorikamızı bu istiqamətdə qurmaq, qalibiyyəti ilə yeni reallıq yaradan ölkə kimi davranmağa məhkumuq. Dövlət başçımızın özünün də ifadə etdiyi kimi artıq ölkədə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb, mürəkkəb beynəlxalq konjunkturaya baxmayaraq, rasional siyasət bizə sosial-iqtisadi inkişafın intensiv dinamikasına, energetika sisteminin tam modernləşməsinə, yol infrastrukturunun qurulmasına və müasirləşdirilməsinə imkan verir. O cümlədən də təmsil etdiyim Biləsuvar rayonu da bu reallıqlardan tövhəsini alıb, orta dəhlizin vacib segmenti olan Zəngəzur dəhlizini aparan Qarabağa gedən yol Biləsuvardan keçir. Bu rayon iqtisadiyyatı üçün müstəsna perspektivlər yaradır. Regionda ən iri günəş elektrik stansiyası hazırda Biləsuvarda inşa olunur. Təbii ki, bu və digər çoxsaylı məsələlərə görə mən öz adımdan seçicilərimiz və bütövlükdə rayon ictimaiyyəti adından möhtərəm prezidentə qayğısını rayonumuzdan əskik etməyən Mehriban xanım Əliyevəyə təşəkkür edirəm. Eyni zamanda büdcə formalaşarkən bizim üçün prioritet olan bir məsələnin Biləsuvar rayonunda içməli və suvarma suyun təminatının təkmilləşdirilməsinin, həmçinin rayon mədəniyyət mərkəzi və mərkəzi stadionunun təmirinə köməklik göstərilməsini aidiyyatlı strukturlardan xahiş edirəm. Hörmətli iclas iştirakçıları, gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasına diqqət etsək, əminliklə deyə bilərik ki, 2026-cı ilin dövlət büdcəsi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının problemlərinin həlli, dövlət funksiyalarının həyata keçirilməsi məqsədlərinə cavab vermək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etmək qabiliyyətindədir. Möhtərəm prezidentin 2 həftə əvvəl bir qrup yeni təyin olunmuş məmuru qəbul edərkən nümayiş etdirdiyi qəti mövqe, atılan preventiv addımlar da deməyə əsas verir ki, heç bir merkantil maraq dövlətin məqsədlərini üstələyə bilməyib və bilməyəcək. Lakin eyni zamanda bəzi dövlət orqanları ətrafında həyata keçirilən nəzarət tədbirlərinin, məsələn, Hesablama Palatasının yoxlamaları, vergi və hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyatların fərqli təqdimatı və dövləti etimad əleyhinə təbliğata çevirmək cəhdləri yol verilməməlidir. Eyni zamanda, eyni qaydada, indi sosial mediada hazırda layihəsini müzakirə etdiyimiz büdcəyə münasibətdə savadsız və populist yanaşmalar müşahidə olunur. Məsələn, psevdo-iqtisadçılar 2026-cı il üzrə proqnozlaşdırılan artım tempi və büdcə kəsirinə fokuslanmaq istəyirlər. Amma məlumdur ki, dünyanın bütün ölkələrində pul vəsaitlərinin normal hərəkəti və istifadə olunması zamanı büdcənin gəlir və xərc hissələri arasında nisbət pozula bilir və büdcə kəsiri yaranır. Gələn dövlət büdcəsində proqnozlaşdırılan büdcə kəsiri də ölkədə maliyyə hadisəsi kimi labüddür və ölkənin ümumilli məhsulunun faiz nisbətində iqtisadiyyata hər hansı formada güclü mənfi təsir göstərmək qabiliyyətində deyil, o cümlədən inflyasiya yaratmır. Artım tempinə gəlincə, düzgün idarəçilikdə aşağı artım tempi patologiya yaratmır. Əsas olan dinamikanı düzgün uzlaşdırmaqdır ki, bu problemdə bir mənalı həllini tapıb. İndi iqtisadi hüquqi biliklərinə yox, marionet kimi istifadə qabiliyyətinə görə xarici dairələr tərəfindən dəstəklənən, populyarlaşmış ünsürlər bəzən bizim maliyyə durumumuzu digər neft ölkələri, Qatar, Küveyt kimi dövlətlərlə müqayisə aparmaq istəyirlər. Amma nəzərə almırlar ki, müharibədən çıxmış, iqtisadiyyatda qeyri-neft qaz sektorunun rolunun 57%-nə çatdırmış Azərbaycan, Küveyt, Qatar, Livan, Montenegro, Sloveniya ölçüdə bir ərazini sıfırdan təhlükəsiz və ləyaqətli həyat səviyyəsi üçün yenidən qurur. Bugün Azərbaycanın qələbə nəticəsində işğaldan azad edərək ölkənin ümumi iqtisadiyyatına reinteqrasiya etməkdə olduğu ərazilərin sahəsi BMT-nin üzvü olan 70 dövlətin ayrı-ayrılıqda ərazisindən daha böyükdür. Bu mənada istənilən müqayisəli təhlil fonunda Azərbaycanın büdcə göstəriciləri bir mənalı uğur hekayəsidir. Layihə çox peşəkarlıqla hazırlanıb, uğurlu formada məruz edildi. Xalqımız və dövlətimiz üçün xeyirli olsun. Çox sağ olun.